Salam, sabahınız xeyir olsun. Həkim sən verilişinə baxırsınız. Nəzərinizə çatdırım. Həkim qonağımız uzman travmatoloq ortoped Ağa Məzahir Ağazadədir. İstanbul Enes Klinikasında fəaliyyətini davam etdirir. Bugün but çanaq oynağında olan displaziyalardan, ümumiyyətlə bu inkişaf anomaliyaları, pozğunluqlar hansı səbəbdən yaranırsa, həkim gündəlik praktikası zəngin olduğuna görə çox qarşılaşır bu problemlərlə. Ona görə valideynlərə səslənmək istəyirəm. Ekranlara daha yaxın əyləşin. Bu və ya digər şikayətlər varsa, ümumiyyətlə travmatoloji ortopedik sahədə şikayətlərinizi Ağa Məzahir doktora İstanbul Enes Klinikasına gedərək bildirə bilərsiniz. Mən icazənizlə neyrocərrah Kərəm Bıxmaza təşəkkürümü bildirim. Həkim sən verilişinin sponsorudur. Neyrocərrahiyyə sahəsində müalicədə tətbiq etdiyi fərdi yanaşmaları və yüksək xəstə məmnuniyyəti ilə 20 ildir fərq yaradır. Kərəm Bıxmaz bitməyən ağrılarınıza son qoymaq üçün hər ay Bakı şəhərinə gəlir. Bel və boyun yırtıqlarının əməliyyatsız müalicəsini Türkiyədə başladan qapalı mikrocərrahiyyə üzrə beynəlxalq təcrübəyə malik Bıxmazla yeni ildə ağrısız, daha keyfiyyətli həyata doğru addım atmaq üçün indidən yerlərinizi rezerv edə bilərsiniz. Doktor Bıxmaz 2025 Bakı proqramı və müraciətləri haqqında ətraflı məlumat əldə etmək istəyənlər varsa 055 515 33 77 nömrəsinə zəng edə bilər. Heç bir ağrı qalıcı deyil. Bunu unutmayaq. Təşəkkürümü bildirmək istəyirəm. Ağa Məzahir doktor, xoş gördük sizi. Studiyamıza xoş gəlmişsiniz. Təşəkkür edirəm dəvətiniz üçün. Xoş gördük. Çox sağ olun. Yaxşıyıq, ümid edirəm. Siz də yaxşısınız, bizi izləyən insanlar da yaxşıdır, ümid edirəm. Bugünkü mövzumuz çox maraqlı olacaq. Əsas səbəbləri vurğulayaq, nələri müşahidə edirsiniz? Bugünkü mövzumuz bəli, uşaqlarda but çanaq çıxıqları və yaxud da başqa adla omba çıxıqları və yaxud da ki, tibbi adı ilə də but çanaq displaziyaları olacaq. Bizi hansı qrup daha çox izləsə onlara faydalı olacaq. Yaxın zamanda ailə qurmağı düşünən, uşaq planlamağı düşünən və evində balaca körpə uşaqları olan insanlar bizi gözəl bir şəkildə dinləsinlər. Çünki bu deyəcəyimiz bilgilər onlar üçün çox faydalı olacaq. Ən azından gələcəkdə ola biləcək əməliyyatdan qurtulmuş olacaqlar, yəni bu bilgilərə diqqət etsələr. Azərbaycanda da but çanaq displaziyaları, but çanaq çıxıqları çox görülür, endemik zona sayılır. Eyni zamanda Türkiyədə də bu çox görülürdü. Amma müasir diaqnostika metodları, müasir müayinə metodları ilə bunları erkən mərhələdə aşkarlayıb müalicə etməyimiz mümkündür. Doktor, bu nə deməkdir? Yəni əməliyyat but çanaq displaziyası varsa, inkişaf pozğunluğu varsa mütləqdir cümləsinin üstündən xətt çəkirik. Yəni zamanında müraciət edərsək... Nə qədər erkən but çanaq problemini tapsaq, o qədər daha çox invaziv olmayan metodlarla yardım edə biləcək. Yəni əməliyyatsız alınır, yəni yardım edə bilirik. Əlbəttə ki, özəlliklə də 6 ayına qədər olan uşaqlarda, 6 ayına qədər olan uşaqlarda biz bunu erkən vaxtda 2 ayında, 3 ayında tapa bilsək, bu diaqnozu qoya bilsək ki, bu çanaqda həqiqətən problem var. Bəsit bir bandajlanma yöntəmi ilə 95% hallarda heç bir əməliyyata ehtiyac qalmır, tamamən müalicə bitmiş olur. Amma 6 ayından sonra, 1 yaşından sonra, 2 yaşından sonra biz bu problemi gördüyümüzdə artıq əməliyyatsız qurtula bilmirik. Mütləq şəkildə əməliyyatlar lazım olur. Amma daha böyük yaşlarda isə yenə əməliyyat lazım olur, amma daha ağır, daha böyük əməliyyatlar olur. But çanaq displaziyası inkişaf qüsurudur. Uşağın ana bətnində olan vəziyyətinə bağlı olaraq, tabii burada genetik faktorlar da var. Anada mayenin az olması, amnion mayesinin, ondan sonra uşağın çəkisinin böyük olması, ana bətnində sıxışıb qalması but çanaq displaziyasına bir risk faktoru ola bilər. Və yaxud da ki, genetik risk faktorlarımız da var burada. Və yaxud da ki, sağrı gəlişi, yəni hər halükarda da bir sıxışma meydana gəlir ki, but çanaq ana bətnində rahat hərəkət edə bilmir. Doktor, üzr istəyirəm, bu sıxışmanın ultrasəs müayinəsi sırasında həkimlər müşahidə edə bilir? Edə bilir, bəli. Qarşısını ala bilirik hamiləlik müddətində? Əgər alına bilər bir haldırsa, əlbəttə ki, anaya önərilən müəyyən pozisiyalarla onu bəlkə biraz önləyə bilirlər, amma tamamən önləmək bəzən mümkün olmur. Ginekoloqlar məşğul olur, müəyyən qədər kömək edə bilirlər. Amma tam %100 kömək etmək hər zaman mümkün ola bilmir. Uşağın diaqnozu, but çanağın problemi doğulandan sonra 1 ay yarımında, 2 ayında ultrasəs müayinəsi ilə qoyulur. Əvvəllər elə düşünürdülər ki, but çanaq çıxıqlarını, omba çıxığını ya da mən niyə omba çıxığı sözünü tez-tez işlədirəm? Çünki cəmiyyətimizdə el arasında daha çox məşhurdur. Displaziya dediyimizdə bəzi insanlarımız anlayır, amma bəzi insanlar anlamaya da bilir. Onlar üçün də anlaşıqlı olsun danışığımız. Bəzən elə bilirdilər ki, uşaq dünyaya gəldiyi zaman o mama ginekoloqun hansısa bir sərt müdaxiləsi sayəsində but çanaqda bir çıxıq meydana gəlir. Halbuki orada mama ginekoloqların bir günahı, bir suçu olmur. Onlar istəsə də orada but çanaqda bir problem yarada bilməzlər. Çünki but çanağı özünü çevə-çevə qoruyan kapsuldan, bağlardan ibarətdir ki, onu kolay-kolay oradan çıxartmaq mümkün olmur. Amma inkişaf qüsuru olduğu zaman çıxıq yaranır yavaş-yavaş. O artıq
doğulandan sonraki ultrasəs müayinəsi olur, onda biz onu görə bilirik. Mən bəzən bölmək məcburiyyətində qalıram, çünki açılan qapıları sevmirəm. Mütləq onları bağlamaq Buyurun, lazımdır. bağlayaq o zaman. Bax, inkişaf pozğunluğu deyirik. Bu deyirsiniz ki, bətin daxili inkişaf dövründə az suya dölyanı mayeyə bağlı, Bəli, hərəkət bəli. pozğunluğu, sıxışması və s. hormonal dizbalans, bunu başa düşdük. Bu inkişaf pozğunluğu ayrı, amma bu çanaq çıxığı ayrı. Yəni fikir olaraq. Bəli, əlimlə belə misallar göstərə bilərəm ki, İnkişaf pozğunluğu səbəbi ilə çıxıq ayrı. Bud sümüyünün başıdır, bu da yuvasıdır və bud sümüyü başı sıxışır yuvaya və yavaş-yavaş kənara tak deyə bu şəkildə çıx meydana gəlir. Amma birdən-birə çıxmır. İnkişaf əsnasında orada bir baskı əmələ gəlir və burada artıq sümük daha normal olmayan tərzdə inkişaf edir və orada yeni bir yalancı bir Aydın oynaq əmələ məsələ, gəlir. nəticə etibarilə çıxıq var. Bəli. Bu mama ginekoloq tərəfindən travma verilərək çıxdı. Olmur, bəli, belə olmur. Yox, olma ehtimalları indi heç kəs dəqiq deyə bilməz. Axı doktor o qədər patologiya ilə, Mama ginekologların patoloji gəlişlə, ayaq dartılmaları ilə, yəni siz deyirsiniz ki, bir travmatoloq olaraq ehtimallar o qədər yüksək deyil. Yəni Bəli, bu çanaq görünməyib. displaziyası bir anda çıxan və yerinə girən, oturan bir xəstəlik deyil. Bu inkişaf qüsurudur. Orada yuva natamam inkişaf edir və yuva natamam inkişaf etdiyinə görə bu sümüyün başı orada rahat şəkildə qala bilmir. Və özünə hara rahatdırsa Bildik, orada qalır. pozğunluq səbəbi ilə çıxması ayrı. Bəli. Bir də var ki, normal inkişaf eləyib və doğum sırasında bu çanaq oynağında bir çıxıqlar. Belə bir ehtimal var, amma mən qarşılaşmamışam belə bir Mən ehtimalla. onu deyirəm. Yəni əslində biz insanlar Yəni travmanın ifadə şiddəti eləyən- nə qədər ağır olmalıdır ki, Fikrimi bu çatdıra çanaqda bildim bəli, sizə. çıxıq Bəli. ola bilsin ki, bununla biz qarşılaşmamışıq. Başqa qırıqlarla qarşılaşmışıq. Olur, Doğuş çətin ağır sonrası travmalı ağır doğuşlarda körpücük olur. sümüyünün qırıqları daha çox olur. Yəni körpücük sına bilir bu deyirsiniz, bilinir. yəni bu çanaq çıxa bilməz. Bu bilinə bilir. Hətta körpücük sümüyünün sınması sonrası bəzi fəsadlar da ola bilir, olmaya da bilir. Bununla işimiz yoxdur. Amma bu çanaq barəsində danışırıqsa, bu çanağın displaziya xəstəliyi Bu dediyiniz inkişaf səbəblərə qüsurudur. bağlıdır. Yavaş-yavaş ana bətnində təməli atılan, yaranan bir xəstəlikdir. Və uşaq doğulandan sonra işte pediatr müayinə edir, müəyyən Neonatologlar. kontrolları olur və daha çox bu xəstəni bizə yönəldən pediatrlar olur. Pediatr nədənsə şübhələnir. Deyələm ki, ayağın uzunluq, qısalıq fərqi, ayağın arxa hissəsində büküşlərin asimetrik olması və yaxud da qaliazi bulqusu deyirik. Dizi bükdüyümüzdə dizin birinin hündürdə, birinin aşağıda qalması, yəni asimetrikliyin olması şübhələndirir ki, burada nəsə bu çanaqlarda problemlər ola bilər. O zaman ultrasəs müayinəsi istənir. Ultrasəs müayinəsində isə diaqnoz tam şəkildə qoyula bilir ki, bu çanaq sağlamdır, yoxsa sağlam deyil. Əgər bir ay yarımında, 2 ayında uşağa ultrasəs müayinəsi olundu və bu çanaq sağlamdır deyildisə, artıq o bu çanaqda hər hansı bir problem gələcəkdə də olmayacaq. Başqa xəstəliklərə bağlı ola bilər, ola bilsin sonradan infeksiyon xəstəliyi keçirsin, əzilə xəstəlikləri olsun, ona görə bu çanaqda problem yaranar, amma bu çanaq displaziyası xəstəliyi artıq olmaz. Yox, əgər həmin dövrdə, yəni ilk 2 ayında belə deyək, bu çanaqda bir displaziya aşkarlansa ki, bu ancaq ultrasəs müayinəsi ilə aşkarlanır. Rentgende bunu görmək qeyri-mümkündür. Rentgen 6 ayına qədər bizə informativ deyil. Çünki uşağın bud sümüyünün başı tamamən sümükləşmir. Qığırdaq olduğuna görə rentgende oranı biz bir boşluq olaraq görürük. Təxminlər yürütə bilərik, amma rentgenə görə problem var demək də yanlışdır, problem yoxdur demək də yanlışdır. Bəzən yaxınlar və yaxud da ki, xəstələr telefonunuza bir şeylər atırlar ki, doktor, burada problem varmı? 3 ayında çəkilib, bu sümüyünün başı görülmür. Problem varmı desək, yoxmu desək, bilmirik. Həqiqətən nə desək yanlışdır. O zaman ultrasəs müayinəsi istəyirik. Amma ultrasəs müayinəsi də əmin əllərdə edilməlidir. Çünki bu standart bir ultrasəs müayinəsi deyil ki, böyrək varmı, yoxmu, daşı varmı, yoxmu, ölçüsü bu xeyr. Orada bəlli bir yöntəm var, qraf yöntəmi var. Qraf yöntəmin bu xüsusi protokollarla sadələşsin deyə, hər kəs bunu edə bilsin deyə, müalicə buna görə nizamlansın deyə standart bir protokolu var bunun. O protokol əsasında qraf yöntəminə görə ölçümləri edirlər, dərəcələrə baxırlar, ona görə problem varmı, yoxmu? Orada bizə lazım olan bir dərəcə var, alfa dərəcəsi var ki, 60 dərəcədən yuxarı olanda demək ki, hər şey yaxşıdır, 60 dərəcədən az olanda demək ki, örtünmə azdır, yuva natamam inkişaf edib və ona görə diaqnoz qoyulur. Yəni 6 ayına qədər rentgen burada bizə informasiya vermir. Bəzən xəstələrlə rastlaşırıq ki, rentgen çəkiblər, rentgenə görə bir bandajlama edilib və yaxud da ki, müəyyən masajlara göndərilib. Yəni bunların hamısı ilk başdan elə təməli yanlış olur. Nə ola bilər elə olan halda, doktor? Yəni o qədər uşaq var ki, rentgen çəkilir,
xəstədir diaqnozu qoyulur, bandaj taxılır, 6 ayından sonra çıxarılır və hər şey düzəldi deyilir. Amma heç bəlkə Halbuki xəstə öz deyildi, özünə- bəlkə öz-özünə düzələcəkdir ki, əksəriyyəti də öz-özünə düzəlir. Sadəcə uşaqda məhdudiyyət yaradıblar. Bəli, bir boşuna müddət. ailə biraz tədirgin olub, narahat olub və boşuna bir panika yaratmış olurlar. Ona görə də bütün valideynlər bizi dinləsin ki, 2 ayında uşağa mütləq şəkildə tarama məqsədli, bir yoxlama məqsədli, profilaktik məqsədli bud çanaqların uzisi olmalıdır. Bud çanağın uzisi olduqdan sonra orada problem varsa bir travmatoloq ortopedə müayinəyə getsinlər. Ki, ultrasəs müayinəsi də doğru mu ölçülüb, başqa bir problem varmı, o da ən azından bilinmiş olsun. Doktor, səbəbləri sadaladıq bir neçəsini, amma unutduğumuz da bəzi məqamlar var. Məsəl üçün, az çəkili uşaqlarda da görülür bu displaziyalar. Burada mexanizm necədir? Yəni, az çəkisi olan uşaqda... Displaziya sözünün hərfi mənası inkişafın geri qalmasıdır. Geri qalması. Yəni, bütün bir vücud inkişafdan qalıbsa, çəki azdırsa ya da daha erkən bir doğum olubsa, digər orqanlar kimi bud çanağın da inkişafı O da qoşulur bəli, prosesə. ləngidiyinə görə orada da dediyiniz kimi, qeyd etdiyiniz kimi displaziya ola bilir. Amma bu uşaqlara yaxın, yəni mərhələdə, erkən mərhələdə biz bandajlamanı başladığımız zaman bir problemlə qarşılaşmırıq. Buna diqqətli olmalıyıq ki, uşaqları bələməmək lazımdır. Bu barədə sizlə bizim daha öncədən də danışmışdıq, bu müzakirəmiz olmuşdu. Bələdiyimiz zaman uşaqları ayaqlar ki, bir-birinə yaxınlaşır, bu çanaqda əgər problem varsa, o daha da qabarır, daha da bariz bir hala gəlir. Amma yox, bu çanaq normaldırsa, bələdiyimiz zaman bir problem olmaya bilər. Çünki o qədər insanlar var ki, bəliyiblər də heç bir problem də olmayıb, amma bələmək problemli olan bir bud çanağı daha da problemli hala gətirir. Bəzən olur ki, cüzi problemli, biz bilmirik. Fiziki müayinə zamanı hər şey normal görünür. Tabii ultrasəs müayinəsi deyəlim ki, olmayıb, amma fiziki müayinə normaldır. Yaxınları düşünür ki, heç bir problem yoxdur, bələyək. Amma biz bilmirik, orada örtünmədə qüsur ola bilər. O qüsur daha da böyüyür bələməklə. Ona görə ayaqları bələməyi tövsiyə etmirik. Yaxın dönəmdə uşaq balaca olduğuna görə, deyəlim ki, 1 aylıq, 2 aylıq, 3 aylığında həmən müayinə, fizik müayinə gözdən qaça bilir. Travmatoloq, ortoped tərəfindən, professional bir həkim tərəfindən müayinə edilir xəstə, yenə gözdən qaça bilir. Bizim gözümüzdən də, mənim gözümdən də qaça bilir. Çünki o qədər balacadır ki, qüsur, ətraflarda özünü göstərmir. Uzunluq, qısalıq daha çox 2 yaşdan, 3 yaşdan sonra özünü göstərir. Ya da ki, ətrafların asimetrik olması, o büküşlər var ya, hansı ki... Siz az öncə dediniz, radioloji müayinə mənə bəlli bir informasiya... Ən gözəl informasiyanı verən radioloji müayinədir. Amma fiziki müayinə, deyəlim ki... Fiziki əlbəttə uşağın çəkisi biraz artıqsa, qapının bir eksik də ola bilər, az da ola bilər, çox da ola bilər. Bəli, onu qeyd etmək istəyirəm, xətalar ola bilir. Bəzən pediatrlar və yaxud da ki, ailə həkimləri uşaqlara baxdığı zaman bunu da şahidi oluruq ki, baxırlar, fizik müayinə hər şey normaldır. Yox ya, uziyə də ehtiyac yoxdur, niyə inirsiniz, nəyə boşuna məsrəf edirsiniz, niyə olmaz ki, uziyə də inkar etsə, olmaz? Artıq dünyada bunlar tətbiq edilir. Hər kəs risk faktoru varsa ultrasəs müayinəsi olur və bizdə də bunlar olsa daha gözəl olar. Çox insanlar olur artıq, son zamanlarda onun şahidi oluram, amma yenə də əksiyimiz var. Mütləq şəkildə uşağın 40 günü bitdikdən sonra, ortalama 1 ay yarım, 2 ayında bud çanaq uzisi bizə çox informasiya verir. Gələcəkdə ola biləcək fəsadları biz önləyə bilirik. 6 ayına qədər əməliyyatsız müalicə edə bilirik. Amma gec dönəmdə rastlaşdığımız uşaqlar da olur. Örneğin 2 yaşında, 3 yaşında axsayaraq yeriyən, bir ətrafı o bir ətrafından daha küçük olan və yaxud da uzun olan uşaqlar da olur. Burada artıq cərrahi əməliyyat tövsiyə edirik. Onlara deyirik ki, əgər sizi biz 2-3 aylığında görsəydik, bunlar olmayacaqdı. Doktor, displaziyaların mexanizmasında siz hətta əllə belə göstərdiniz orada bir sürüşmə, sirkə kasasından yerindən oynama. Deyək ki, uşaq doğuldu, vaxtında gəldi, elə Ağa Məzayev doktorun qəbuluna radioloji müayinədən keçdi, təsdiqləndi, bəlli müalicələr. O sirkə kasası sonradan formalaşırmı? Bizim hədəfimiz, yenə buradan əlimdə belə göstərim, bu yuvadır, bu da bud sümüyünün başıdır, tamam mı? Yuva əgər qüsurludursa, belə örtünməyibsə, bu şəkildə qalıbsa, bu bud çanaqda burada təmas olur və burada yalançı oynaq əmələ gətirir. Biz bandajlamaqla bud sümüyünün başını yuvanın mərkəzinə gətiririk və sonra bud sümüyünün yuvasının bu şəkildə quruluşu. Zaman-zaman bu yuva özü normal inkişaf edir. Yalançı oynağı əmələ gəlmir artıq, bəli. Yuva özü öz-özünə inkişaf edir, vücud onu inkişaf etdirir. Amma bizsə bud sümüyünün başını mərkəzdə tutanda hər hansı bir əngəl etməmiş oluruq o yuvanın inkişafına və bu şəkildə də sağalmış olur. Əslində sağaldan vücuddur.
Biz sadəcə biraz dəstək oluruq. Doğru Dəstək pozisiyada oluruq. tuturuq. Əslində diqqət eləsəz, körpə bəbələrə fikir versəniz, onlar ayaqlarını özləri yuxarıda tuturlar daha çox və bir-birlərindən aralı tuturlar. Əslində normal fizioloji odur. Bizim də bandajlama ona əsaslanır. Doktor, belə inkişaf qüsurları olanda sadəcə butçanaq displaziyaları görürsünüz, yoxsa yanaşı başqa hansı bir problem də siz araşdırırsınız? Butçanaq displaziyalarında daha çox yanaşı problemlər də rast gəlinir. Örneğin tortikolislərə daha çox rast gəlinir ki, boyunda əzələnin sərt olması və yaxud da kontraktura olması. Bu halda uşaq ancaq bir tərəfə daha çox baxır. O bir tərəfə baxmır. Necə bir tərəfə çox baxır? Ancaq sağ tərəfə daha çox baxır. Məsələn, sola dönə bilmir. Və ya tərsi. Və yaxud da ki, tam tərsi olur. Yəni, əzələlərdə simmetriklik olmur. Butçanaq displaziyalarında bu tortikolis, yəni boyundakı o əzələnin sərtliyi ola da bilər, olmaya da bilər. Olanda bu genəldə daha çox fizioterapiya ilə toparlaya bilinən bir şeydir. Amma toparlamadığı halda artıq əməliyyata qədər gedə bilir ki, bu əməliyyat butçanaq displaziyası kimi ağır bir əməliyyat deyil. Əgər butçanaq displaziyaları vaxtında müalicə olmadıqda böyük yaşlarda artıq endoprotezlər etmək məcburiyyətində qalırıq. Siz dediniz, başqa hansı problemlər olur? Ayaq qüsurları ola bilir. Ayaqda deformasiyalar ola bilir bəzən. Yəni, müştərək problemlər yaşana bilir. Amma tək başına sadəcə butçanaq displaziyasının olma ehtimalı daha çoxdur. Heç bir problem yoxdur, sadəcə butçanaqda bir problem var. Əgər valideyn diqqətli olmasa, vaxtında dediyimiz kimi doğru məsləhət alıb, övladında o displaziyanı aradan qaldırmasa, dediyiniz kimi 2 yaşın üzərində əgər o ayaqda uzunluq fərqi görülürsə, getdikcə insanın yaşadığı dövrdə axsamağa başlayır. Ayaqda qısalıq, fərqlilik yaranır. Və buna bağlı olaraq skolyoza meydana gələ bilir, pelvik tilt meydana gələ bilir, asimi ördəkvari yürüyüş əmələ gələ bilir və bel lordozu artmış olur. Yəni, böyük bir qabarıqlıq. Yəni, bütün struktur pozulur. Bəli, bəli. Yaxın yaşlarda bu olmur, böyüdükcə bunlar olur. Deyəlim ki, 10 yaşında, 12 yaşındakı olan bir problemlə 2-3 yaşında olan bir problem eyni deyil. Amma 2-3 yaşında da yenə müalicə etmək mümkündür. Sümük əməliyyatları ilə artıq bunun müalicəsi mümkündür ki, sümük əməliyyatının da hədəfi budur ki, yenə bu sümüyün başını yuvanın mərkəzində saxlayaq ki, yenə də yuva örtünə bilər, yenə də inkişaf elə bilər, yenə də vücud öz-özünü düzəldə bilir. Hansı yaş gecikmiş sayılır? 6 aya qədər müalicə alınmayan bütün xəstələr gecikmiş sayılır. Amma indi gecikmənin də mərhələləri var ki, daha ağır gecikmələr əlbəttə bir 15-16 yaşında bir uşaqla 2-3 yaşında olan uşaq bir deyil. Bu arada, bunu da mən qeyd etmiş olum ki, bu problem daha çox qız övladlarında və ilk qız övladlarında daha çox olur statistikaya görə. Gələcəkdə, əgər qarşısı alınmazsa, bunda endoprotezlər gedəcək. Yəni, belə olan halda müraciət edən pasiyentə yanaşı 2 əməliyyat icra edirsiniz, daha da ağırlaşmasın deyə, digər xəstəliklər, yəni ağır formaya keçməsin deyə qarşısını alıb həm endoprotez, həm displaziya düzəlir, yoxsa sadəcə endoprotez? Yox, sadəcə endoprotezlə bütün məsələlər həll olmuş olur. Necə? 20 yaşda deyələm ki, həmən xanımı gördük və yaxud da hansı bir bəyi gördük və butçanaq protezi etməklə biz özümüzdə yuva yaradırıq və süni olaraq but sümüyünün başını yerləşdiririk ki, artıq hər hansı bir başqa müdaxilə ehtiyacı olmur. Butçanaq endoprotezi ilə bu problemi həm uzunluq qısalığı bərabərləşdirmiş oluruq, eyni zamanda da ağrıdan kurtarmış oluruq. Hər kəs heç davamlı pediatra olsa yaxşıdır da, əlbəttə biz tövsiyə edirik ki, olsun, amma olmayan xeyli insan var, biz də bilirik bunları. Bunların uşaqları, yəni bu cür insanların uşaqları daha çox yerimə dövründə problemi görürlər. 1 yaşdan sonra, özəlliklə də 2-3 yaşında, bağça dönəmində, yəni məktəbə qədər o dönəmdə daha çox axsamalar meydana gəlir. Yerişinə diqqət etdiklərində artıq onda problemi sezirlər, görürlər və ondan sonra gəlirlər, rentgen çəkdirib diaqnozu qoyuruq. Onda da gecikmiş sayılır. Bəli, amma yenə də əməliyyatla müdaxiləni də niyə edirik? Gələcəkdə butçanaq endoprotezi olmasın deyə. Çünki butçanaq endoprotezi süni bir oynaqdır. Yəni bizim öz vücudumuzun bir elementi deyil, yad bir maddədir. Orada infeksiya riskimiz var, başqa çıxıq riski var, bir sürü problemlər var. Ona görə mümkün mərtəbə biz elə bir əməliyyat etmək istəyirik ki, gələcəkdə butçanaq endoprotezi əməliyyatı olmasın. Buna ehtiyac qalmasın və yaxud da olacaqsa da daha gec yaşda olsun. Çünki butçanaq protezinin də bəlli bir ömrü var. 20, 25, bəziləri 30 il deyil. Yəni müasir protezlər 30 ilə qədər aşınmaya məruz qalmır deyə, yavaş-yavaş aşınır deyə bir sorun olmur. Ona görə nə qədər gec etsək o əməliyyatı xəstə üçün o qədər faydalıdır ki, yəni bir əməliyyat görmüş olar həyatı boyunca. Bəzən valideynlər deyir ki, doktor, mən uşağımı ayaq üstə qaldırıram, 7 aydır, 8 aydır, nə bilim 6 aydır. Uşaq yaxşı dirəşir, yəni o dirəşmək deyirlər ona da, yaxşı bir güc göstərir. Mən düşünürəm ki, sağlamdır. Xeyr, sıxığı olub, yaxşı əzilə gücü də ola bilər. Tam tərsi, tənbəl olar uşaq,
ya da ki müəyyən problemlər var bəlkə də özün yormaq istəmir bəbəmiz. Ayağı üstə çox qalmaq istəmir. Düşünürlər ki, burada problem mi var? Yox, hər şey sağlam da ola bilər. Yəni kriteriyamız o deyil. Bir dənə kriteriyamız var, o da ultrasəs müayinəsi. Bu arada valideyn var ki, uşağı indi güvənib neonatoloqlara, pediatrlara demirsiniz, uşaqlar doğulandan sonra baxırlar. Baxılsa, sizin dediyiniz kimi 6 aya və ya 6 ayın üzərində uşaqlarda displaziyalar görülmür. Yenə gözdən qaçan durumlar olur. Demək ki, yox, gözdən qaçan demək, baxılmayıb. Qısa konkret adı var, baxılmayıb və ya baxıb görməyibdir. Madəm baxıb görməyəcəksin, o zaman o işdə nə işin var? Sizin dediyiniz kimi o qədər incəliklər var ki, mən deyə bilərəm, ağlıma sümük gəlir, deyirəm, get rentgenə. Amma siz deyirsiniz ki, 6 ayda bunun faydası yoxdur, görünməyəcək. Niyə? Çünki siz bu işin peşəkarısınız. Niyə sizin qədər o neonatoloqların bəziləri, madəm doğulan uşağın bu çana oynağında displaziya, rentgendə 6 aya qədər görünmürsə, doğulanda uzi ilə baxmır və ya baxılmasını bilmir. Yəni, bu qabardılacaq məsələdir və efirdə səslənməlidir. Ona görə hər bir valideynə buradan səslənək. Əgər elə bir şübhəniz varsa, ola bilər uşağı evdə masaj edirsiniz, hər hansı bir hərəkət edirsiniz. O hərəkət sırasında ağlaması, onun ağrı-acı hiss etməsi, şaqqıltının gəlməsi, bəlkə bunu da əlavə edeyim. Bunlar amma kriterlər olmur maalesef. Yox, kriteriya yox. Əgər müayinə, profilaktik demədi. Ultrasəs olmayıbsa, ultrasəs müayinə olsunlar. Yox, mən çox istəyərdim ki, uşaqlar 6 ayına qədər körpəsi olanlar profilaktik gətirsin, elə sizin yanınıza gətirsin. Mütləq şəkildə biz baxmağa hazırıq. Mən evdə uşaq körpə olsa, valla inanın, siz bilirsiniz ki, birinci növbədə özüm dayanaram. Bəli, bəli. Çox sevinərəm, həkim inkar etsə, desək ki, boş yerə gəlmirsən, yəni heç bir şey yoxdur. Bəzilərdə, sevindirici bir bəli, ən vəziyyətdir. gözəl haldır. 2 uşaq bezini üst-üstə taxmağı tövsiyə edirlər bəzən. Yəni, belə bir durum yoxdur. Bunu bəlkə hansısa bir inkişaf etməmiş ölkədə, çox zəif inkişaf etmiş, maddi olaraq həkim görməyən, həkimi olmayan bir dövlətlərdə bəlkə etmək olar. Amma bizdə bunu etmək ayıbdır. Niyə o vaxtı da bəlli bir ara Afrika ölkələrində bunu tövsiyə ediblər ki, Dünya Sağlıq Təşkilatı bunu tövsiyə edib ki, 2 dənə uşaq bezini üst-üstə taxsa, uşaqların ayaqları aralı qalar. Problemsizlərə zaten heç nə olmaz, amma problemlilər bəlkə az problemli hala gələr. Tamam da, onlar üçün bəlkə bu keçərli olmaz, amma bizim əlimizdə gözəl bir müayinə yöntəmləri var. Ya problemi varsa müalicəsini edək, problemi yoxsa niyə boşuna 2 dənə uşaq bezində üst-üstə taxaq? Biz tibbi verilişlərə niyə qulaq asırıq ki? Həkim axtarıb tapmaq üçün yox. Profilaktik məsləhətlərə qulaq asmaq üçün. Evində körpən var, apar müayinə elətdir. Yəni, burada çox sağ olun ki, fürsət verirsiniz ki, sırf tibbi mövzuları qısa və dolğun şəkildə ən azından danışa bilirik. Bizi izləyən insanlar da düşünürəm ki, nəticə çıxartdı ki, artıq displaziya nədir, nələr edilməlidir, fəsadları nələr ola bilər. Çox böyük bir problemə toxunuruq. Biz hər zaman travmatoloq ortopedlərlə görüşəndə, bilirsiniz, respublikada mən deyərdim ki, ən çox icra olunan əməliyyatlar sırasında endoprotez əməliyyatlarıdır. Əhalinin böyük bir hissəsi bəlli bir yaşa gəlib çatdı, çatmadı, artıq cavanlaşıb deyilən struktur pozğunluğundan əziyyət çəkilir. Onurğa, fəqər arası disk yırtıqları, protruziya və s. İnanılmaz sayda çoxsunda səbəbi displaziya var. O səbəblər sırasında displaziya var. Mən həkimi ona görə dəvət etmişəm ki, gələcəkdə ola biləcək, bax, bu problemlərin qarşısını almaq üçün hal-hazırda körpəsi, heç körpəsi yox, bəlli bir yaşa gəlib çatmış övladı olan hər bir valideyn uşağının struktur pozğunluğu varmı, yoxmu deyə əzələ karsetindən tut, əzələ bağlar, fasciyalar, oynaqlar, sümüklər aparın, travmatoloq ortoped yoxlasın, baxsın, görsün, yastı pəncədir. Bir dəfə baxılması yetərlidir. Bir dəfə kifayət edir. Bu çanaqlara bir dəfə baxılması... İndi ultrasəs eləyəcəksən, rentgen eləyəcəksən, doktor, o sənin biləcəyin işdir. Mənim işim valideyn olaraq profilaktik övladımı gətirməkdirmi? İstanbul Enes Klinikasında fəaliyyətini davam etdirir. Yetər ki, həkim müayinə sırasında desin ki, sənin övladının heç bir problemi yoxdur. Doktor, təşəkkür eləm gəldiyinizə görə, minnətdaram. Profilaktik verdiyiniz məsləhətlərə görə. İşlərinizə də uğurlar arzu edirəm. Bir daha xatırladım, studiyamızın həkim qonağı uzman travmatoloq ortoped Ağamezahir Ağazadə idi. İstanbul Enes Klinikasında fəaliyyətini davam etdirir. Müraciətlərinizi edə bilərsiniz.